Aktyor olmaq istəyirsiniz? Yox. Salam. İlk növbədə Azərbaycan kinosu haqqında bugün üçün fikrimi deyəcəm. Azərbaycan kinosu cümləsi elə bir səviyyəyə gəlib çıxıb ki, sanki hamının bir filmi olmalıdır. Necə ki deyirik, kişinin bir evi olar, maşını olar, obyekti olar, Allah bir dənə də filmi olar. Bax, budur vəziyyət bugün üçün. Son illərdə konveyer kimi dalbadal mənşəli bilinməyən videolar yayımlanır o kinoteatrda, həmin o böyük ekranda. Mən bunu bir izləyici və istehlakçı kimi Azərbaycan kinosu üçün uğur hesab edirəmmi? Əslində yox, amma belə ekosistemə bəlkə də yaxşı təsiri ola bilər. Bu heç, elə-belə müqəddimədir. Keçək əsas məsələyə. Ta o Vine dövründən bugünə kimi hamı aktyor olmaq istəyir, bir rol canlandırmaq istəyir. İstedadı oldu, olmadı. Şöhrət dalıca qaçır. Əgər yadınızdadırsa, qısa çarxlarda insanlar nə sözlərini alçaltmağa çatdırırdı. Artıq limit yoxdur deyə bunlar bizim gözlərimizdə normallaşıb. Bu tərəfdən də Netflix yaranandan bugünə kimi əlində kamera olan hamı sanki Netflix tərzində film, serial çəkmək istəyir. O cəlbedici yaşıl, qırmızı, göy tonlar. Kaş bilsəydilər ki, məsələ rənglərlə bitmir. Və bu gənclərin hiper, super, puper dəhşətli aktyor olmaq həvəslərindən istifadə etmək istəyənlər də təbii ki tapılacaqdır. Buna sizə heç kim kömək eləmir. Bunlar da fake kino akademiyaları oldu. Nəyə görə fake? Birazdan biləcəksiniz. Bu çox önəmli və danışılmalı mövzudur. Ona görə ki, gənclərin çoxunun xəyalların dalıyca hara addım atdıqları barədə bəlkə də xəbərləri yoxdur. Bugün Azərbaycanda film akademiyası, kino akademiyası, media akademiyası adı ilə nə qədər yer açılır. Onlardan biri də çox peşəkar və ali səslənən Azərbaycan Film Akademiyasıdır. Buranın yaradıcısı da Azərbaycan kino rejissoru, senaristi, prodüseri, Azərbaycan Film Akademiyasının təsisçisi və direktoru, sosial psixoloq, ailə və evlilik müşaviri, nəysə hamısından Zaur Tahirsoy adlı şəxsdir. Ona birazdan qayıdacağam. Azərbaycanda, yəni kino sahəsi düzgün olsaydı, mən rejissorluğa gəlməzdim. Bu film akademiyasına yetərincə gənc yeniyetmə uşaqlar gedib və gedir. Bu sənəti mənimsəmək üçün. Amma əslində dediklərimin illüziyasına düşürlər. Və indi deyim niyə? Ümumiyyətlə akademiya nədir? Sadəcə qapının üstünə yazılmış bir söz, yoxsa arxasında sistem, elm, metodika və məsuliyyət duran bir qurum və ya müəssisə. Çünki akademiya sözü insanlarda avtomatik etibar yaradır. Valideyn düşünür ki, övladı peşəkar təhsil alacaq. Gənclər isə, yəni tələbələr, düşünür ki, burada gələcək quracaqlar. Amma ortada nə dövlət tərəfindən tanınan təhsil sistemi olur, nə ciddi proqram, nə də real müəllimlər. Bu layihə çərçivəsində kamera önü aktyorluq və aktrisalıq təlim ediləcək. Bu yerlərin bir qismi adi MMC-dir. Yəni bizim tanıdığımız məhdud məsuliyyətli cəmiyyət. Yəni hüquqi olaraq sadəcə elə-belə şirkət. Burada problem yoxdur. Problem ondadır ki, bəzi yerlər özlərini insanların gözündə olduğundan daha böyük göstərməyə çalışırlar. Amma əslində isə maksimum kurs adlana bilərlər. Ələxüsus da cəmaət başa düşməyəndə lap üstünə qoyurlar. Bilməyən tələbələr üçün deyil. Bəlkə də kiminsə xəyallarını puç elədim, amma burada akademiya sözü yalnız və yalnız marketinq məqsədini daşıyır və əsl akademiya anlayışı ilə uzaqdan, yaxından heç bir əlaqəsi yoxdur. Akademiya ali bir sözdür və nəzərə alın ki, Azərbaycanda rəsmi ali təhsil vermək üçün dövlət lisenziyası və akreditasiyası lazımdır. Ən təhlükəli tərəfi isə odur ki, insanlar hələ də adlara aldanmağa davam edirlər. Bax, necə ki bizdə geyim bazarında bir paltarı, bir ayaqqabını orijinal A klasslı bir-birinə zidd olan sözlərlə soxuşdururlar, burada da eyni vəziyyətdir. Sevgilim! Gəlirəm Bakıya! Dağ havası udmuşam ağa! Qısaca, Azərbaycanda hələ ki kino və film akademiyaları yoxdur. Amma maraqlı yaradıcıları var. İndi bizdə hamı müəllimdir axı. Niyə də kurs açmayasan? Niyə mentorluq eləməyəsən? Elə işin ən antrikotu bir dənə də akademiya açasan. Da işdən keçib. Elə bu boşluqdan Zaur Tahirsoy da yararlandı və 2019-cu ildən düşdü bu söhbətin üstünə. Zaur Tahirsoy kimdir? Özü-özünə yazılan məqalədə qeyd edib ki, 2019-cu ildə Azərbaycan Film Akademiyasını təsis edib. Psixologiya ilə aktyorluq sənətini sintez edərək aktyorluq alqoritmi, postmodern aktyorluq sistemi adlı yeni metodik vəsaitin müəllifidir. Azərbaycanda aktyorluq terapiyası tətbiq edən ilk psixoloqdur. Necə? Azərbaycanda aktyorluq terapiyası tətbiq edən ilk psixoloqdur. Wow, bax bu isə gülməlidir və diqqətlə qulaq asın. Bu anlayışın özü bir çox hallarda, hətta deyərdim 95% hallarda info qaraçılıqdır. Yəni belə bir şey yoxdur. Ona görə ki, aktyorluq terapiyası əslində drama terapiya və ya psixodrama deyirlər. Yalnız və yalnız diplomlu psixoterapevtlər tədris etmək ixtiyarındadır. Üstəlik də həmin o psixoterapevtlər əlavə art terapiya da təhsil almalıdırlar. Adam isə həkim deyil,
psixoloqdur və dram terapiyanı necə tədris edə bilər? Biz isə Azərbaycanda aktyorluq terapiyası tətbiq edən ilk psixoloq elanını görürük. Bunlar isə bir-birinə zidd olan anlayışlardır. Yəqin düşünüb ki, terminlərdə də basım getsin. İnanacaqlar. Və biz hələ aktyorluq dərslərindən danışmırıq. Amma haqqına girməyək. Adamın özü kimi maraqlı filmoqrafiyası var. Çılğın sinif, Möcüzələr Akademiyası, Yox içində Xarı bülbül, Böyük xəfif cinayətlər, Qayağılar, Beş çirkin qız, Çılğın ana, Yaxşı ata, Vəhşi nənə. Bayaq dediyim kimi, ortada nə dövlət tərəfindən tanınan təhsil sistemi var, nə ciddi proqram, nə real peşəkar baza, üstəlik də tədris edən şəxs sosiologiya üzrə mütəxəssisdir, nəinki kinoya aidiyyəti olan bir adam. Burada heç nəyi tamamlamır. Və daha sonra bu adamlar Film Akademiyası təsisçisi adı altında tədbirlərə dəvət olunurlar. Bütün bu yaradıcı mərkəzlər, axı niyə özünüzə sual vermirsiniz ki, kimi və nəyə görə? Yəni bu qədər asan adlara aldanırıq. Fon düzəltməklə, avadanları bir yerə yığmaqla akademiya qurulmur. Bir-iki uğurlu layihə görməklə insan müəllim olmur. Sizin o uşaqlara, gənclərə aktyorluq dərsi adı altında keçdiyiniz, hazırladığınız o bəzi teatr tamaşaları, o səhnə çıxışları, bax o şeylər aktyorluq təhsili falan deyil. Siz onlara sənət öyrətmirsiniz. O uşaqlar sadəcə səhnəyə çıxıb özlərini lağabeykdə edirlər. Bəsitcəsinə özlərini gülünc hala qoyurlar. Uşaqların o saf aktyorluq həvəsini səhnədə gülünc bir şoya çevirib uşaqları rüsva etməyin adı aktyorluq tədrisi ola bilməz. Üstəlik də akademiya adı altında. Ama ne kadar bura haradır? Bura Azərbaycan Film Akademiyasıdır, bilmirsiniz? Ay kişi, bəs də oturdun evdə, o bir sürüşdürdün, nə bilim, bunu da yol verin, buna yol verin. Hara qədər? Dur, telefon at, qeydiyyata dirik, gəl bura, davay. Yaradıcı sahələrdə gənclər çox həssas olur. Onlar öz gələcəyini, həvəsini, illərini, əllərində olan pullarını belə yerlərə yatırırlar və bu da niyə baş verir? Bir çox gənc universitetə inanmır, sistemə inanmır, tez uğur əldə etmək istəyir və videonun əvvəlində dediyim kimi o bəziləri şöhrət dalıyca qaçanlar. Ona görə belə yerlər sürətlə böyüyür və onların pulunu sağır. Çünki zamanda informasiya bolluğu, TikTok, YouTube və hamısı əlçatan olması bütün gənclərdə tanınmaq hissi yaradır. Seçim edərkən emosiyalara yox, faktlara baxmaq lazımdır. Bu həm valideynlərə, həm də tələbələrə aiddir. Bir yerə getməmişdən öncə o yeri araşdırın. Adlara yox, sistemə baxın. Və mütləq ağlınızda bu suallar olmalıdır. Bu tədris müəssisəsinin lisenziyası varmı? Tədris proqramını kim hazırlayıb? Dərs deyən şəxslərin real təcrübəsi nədir? Sonda verilən həmin o sertifikatın hüquqi və peşəkar dəyəri varmı? Tələbəyə vəd edilən gələcək realdırmı? Yoxsa yox. Öz istedadınıza inanırsınızsa, kölgədə qalmayacaqsınız və buradan sizi görüb bəyənib seçəcəklər. Deyə bilərsiniz, biz müəllimimizi dəhşət çox sevirik. O super insandır. Mən demirəm ki, kimsə pis insandır. Bəlkə də dünyanın ən şirin, ən maraqlı adamıdır. Amma bir məqamı unutmayaq. Siz ora dost qazanmağa və ya kiminsə aurasına heyran olmağa getmirsiniz. Siz ora sənət öyrənməyə gedirsiniz. Bəli, bu kimdir? Salam, gülürsən? Bu da aktyorluq səhifəsini neçə vaxtı izləyib, amma utandığına görə gələ bilməyən həmin o şəxsdir. Sabah siz ciddi bir castingdə, ciddi bir restoran qarşısına gedəndə hər şey sıfırdan başlamalı olacaqsınız. O sevimli akademiya müəllimlərinizin də öyrətdiyi ucuz grimasalara sadəcə güləcəklər. Akademiya sözü tarix boyu nüfuz və elm ifadə edir. Ona görə də bu sözü istifadə etmək sadəcə marketinq məsələsi deyil. Bu məsuliyyətdir. Belə yerlər maksimum nəsə kurslar adı altında olmalıdır. Baxın, yekunda da dövlət sifarişi ilə film çəkilir bu film kursları tərəfindən və həlləm-gəlləm çəkilən film təbii ki, bu komanda üçün uğur adlanır. Bu da elə deyil, əfsər olsun. Aktör olmaq istəyən hər kəs üçün casting elan edirik. Və belə akademiyalar bir-iki dənə deyil. Onlar çoxdur. Kim dərs deyir, nə ilə məşğul olduqları da bəlli deyil. Şirkətlərin bu kimi hallardan istifadə etməsi mütləq şəkildə aidiyyəti qurumları tərəfindən tənzimlənməlidir ki, insanları çaşdırmasın. Və əslində kurs aldanılacaq yerlər özlərini bu qədər şişirtməsin. Əks halda bu insanların arzularının kommersiyalaşdırılmasıdır. Uşaqların arzuları üzərindən isə biznes qurmaq yaxşı deyil. Belə yerlər qəti şəkildə akademik kino tədris yeri kimi tanınmamalıdır. Stand-up kursları, Vine blogger kursları, öz kompleksləri və qalib gəl, nə bilim, nə ad qoyursunuz qoyun. Bircə kinonu və onun məktəbini bu qədər ucuzlaşdırmayın.